Tələbə büdcəsi ilə ev təmir eləyirik. Part 3. Şamağıda qar yağır. Qərara gəldik ki, alacağımız su çəni evin ortasında deyil, bu ağacların arxasında gizlənsin. Bir həftə ərzində atam tək başına bu evdə çox işlər görüb. Atam divarları nizama salarkən mən də işin bir ucundan yapışdım. Həm ona kömək elədim, həm də yorğunluğu çıxarmaq üçün isti bir yemək hazırladım. Büdcəmizin yetdiyi qədər 3 otağın pəncərəsini ala bildik. Ümumilikdə 600 manat elədi. Burada isə atam bu alçıpanları necə düzgün şəkildə o divara vurduğunu izah eləyir, xüsusi bir aparatın vasitəsilə. Cihazın adı lazer tərəzidir. Qapıların yerini də genişləndirib və az bir müddətdə alçıpanın da vurulması bitəcək. İndi qarşımızda dam örtüyü, qapılar və hamam otağının tamamlanması kimi vacib mərhələlər durur. Keyfiyyətli material və düzgün seçim bizim üçün şərtdir. İşimiz çoxdur. Amma həvəsimiz ondan da çoxdur. Bu yolu bizimlə addımlayan, hər paylaşımda dəstəyini hiss etdirən hər kəsə təşəkkür eləyirik. Hələ özümüzə kiçik istirahət verib qartopu da oynadıq.